O cür ki validəm deyib mənim yadıma gəlmir. Mən 3 yaşımda təb tuturam. Acam nəccar idi, Seyxab qapısında işlərdi. Bəli. Bazen evdə dəydi. Validəm mənə götür yapar məhəllədə. Xoş o zətdə məsələn zət yox idi ki, döhdüyə zacidə. Apar təzyiqatçısı ki, bu uşaq təb eləyibdi. Təb edəndə təzyiqatçı yapar ki, bu uşaq təb içində yanır. Demə mən virusu fələcətvalı tutmuşam. Təzyiqatçı gətirib mütəəssifانه mənə penisilin vurdu. Sonra mən özüm mütaliə elədim, mütəvəssис oldum ki, fələcətvalı əslində penisilin vurulmaya. Penisilin bunu təşdid edir. Və bunu təşdid edib mən kəmərbəparın fələc oldum. Sizin zamanda vaksin fələcət yox idi. Yox idi. O sürətdə yox idi. Mən 1954, 1354. Şayət olsaydı biz məsələn üçün və hər hal bir səthi savaddan əşarə xanvadələrimizdə o sürətdə zət yox idi ki, həttən apalay vaksin nə vurdular. İndi ehtiyac icbari idi. Bu zaman o yox idi. Sonra bir lazım düşür o döhdü, bu döhdü mütəxəssislərə mütəəssifانه deyirlər ki, bu fələcətvalı tutubdu. Kəmərbəparın 2 qıçım. Azan nəccar idi, əli ilə işləyən idi, bimə də dəydi. Məsələn, o cür dəydi ki, hüquq beci alsın, 10 gün tuşağın bağlasın ya. Məni tuşu döhdülər dolandır, o yana, bu yana. O cür ki, deyərdi ki, daha tuşanlıq mənə xəş qoyubdu, özündə işindən qalıbdı. Tabi mənim bir qısmı yendi ilə kəmərim də yaxçılaşır, bir qısmı da təvəqqüf elə qalıb bu fələcətval. Ki, sonra da mütəəssifانه validəm biraz elə qəlbim müşkülə tapdı ki, validəm də məsələn mən 15 yaşımda fövt elədi. İlacam başı qatışır, mənlə validəmi döhdülər dolandırmağa. Sizin bu dərmanınız nə qədər çəkdi? Çox çəkdi. Məsələn, tabi mədiyəsiyə can ki, mən mədiyəsidə də bireslə yedim də. Məsələn, komerç gəpi də biresi olaydı yeyirdim. Bires nə nədir? Bires bu da komerç pezeşkidir ki, vəsilədir ki, qısa köməklik edir ki, tabi məsələn ayasında durasan, o olmasa yeyənməsən. İndi siz breslə dolanırsınız da. Hansı qıçız? Həmçinin çəp qıç. Müşkülü vardı. Bəli, bu müşkül در واقع bir qıçızda əvvəl dəbistan oxuyuncan cürləndi və bir qıçızda o məsələ qaldı və biz həmçinin elə bu şəraitlə dolanırsınız. Bəli, bu şəraitdəyəm. Bəli, siz əvvəl dəbistandan preslə və bir qıç məluliyyətlə dəstəmi idamə verdim və sonra bəli, zindəcanlığımızı idamə verdik və çox bol həyəcanlı, şuluq, uşaq, zirəng. Mən lazım mən məsələn uşaqların içində zirəng idim ki, məndən sinni balalar məni çağırırdılar ki, bizə qol eydi. Mən qol edirdim, bala qol, böyük qol eydi. Onlarla top oynayırdıq küçədə. Bu ziyahlık bağısı oldu ki, məsələn mənim üstümdə davuladı. Yerlər ki, bu qol eydi olsun, bu bizim temimizdən olsun. Çünki şeylərdim ki, top getməzdi məndən qola. O andaza oynadım ki, bizim məhəllədə bir nəfər vardı. Allah onu səlamət eləsin. Həmçinin ondan dostam. Bunun əmisinin oğlu Vərdiş Məlulin Cambazında dəbir heyəti Vərdiş Cambazan Məlulin idi. O zaman da özü qəhrəmanı Paralimpiki Seul idi. Neyzədə, Pəytabi Neyzədə. Kim idilər? Ayət Cavad Əbdullahzadə qəhrəmanı cədvəllərdə də vəsəz gələ vaqən bir məşhur adam idi. Bəli. O zaman. Bu mənə deyir ki, mənim oğlum da sən şəraitdədir. Gedək Vərdiş Məlulin Cambazanla aşina ol. Bu çəkib saat məsələn mənim 12-13 yaşım. 12-13 yaşacan top oynurdunuz, adlı oynaydım. Bəli. Və bu şərait cismanınızda əslən təsir qoymamışdı sizdə. O qədər yaxşı oynurdunuz. Çox adamdan da qəvi idim. Çox adamdan da həmsin sallamdan da qəvi idim məsələn. Həmişə səylədim özümü ziyət cilvə verəm, qudrətli cilvə. Ruhən təsir qoymamışdı. Əslən, niyə bəzi namülayimətlər olurdu? Məsələn, bəzi adamlar vaqəən sertifiki hər cür adam var da, namülayimətlər olurdu. Bəli, səylədim ki, onları məsələn mülayim adamlarla o məhəbbətləri ilə cubran eləyəm. Səyləməmişəm heç vaxt məsələn əfsudə olam, quşəci olam. Bu mane olsun pişrəftimə ya mane olsun ki, ictimada olam. Həmişə səylədim müsbətlərlə bərxud olam. Müsbətlərə çox böyüdərdim zehnimdə. Ta nöqtə zəifimi, nöqtə zəifimi huş və zəkafatimlə bəzi məsələlərlə gəldim həll elərdim. Xop, sizin həmsəyəz gördü ki, şəraitiz vərzişə müsaitdir. Əlarəğm bu ki, vəziyyət cismanınızda kamil dəyir və nəqsi vardı, amma sizi müərrif elədi vərzişə cambazına. Təsəvvürüm vardı ki, məsələn keçsəm oyda hamımızı tutacam, mən salimlərlə qəviyəm, olay hamısı zəifdirlər. Bu təsəvvürlə getdim vərzişə Məlulin və cambazına. Vaxtı duxul elədim, içəri gördüm, yox baba, bunlar çox qudrətli adamdılar. Məsələn bir məhəllədə elə salim adamlar var ki, bunlar heç vaxt yağsızdan olanmaz. Əzizə, əngizə, fəaliyyət, qudrət, çox yuxarı adamlar var, qəhrəmanlar var ki, məsələn Olimpik Paralimpikdə qəhrəman olublar, İranda qəhrəman olublar, məqamlar vardı. Getdim orada gördüm ki, yox baba, zəifəm mən. Mən bunlar deydim, mən çox qəviyəm. O təsəvvürlə getmişdim. Əvvəlin günü ki getdim, ora salon Məlulin Cambazanda. Bu məni qoydu da bədənsazı, mürəbbi bədənsazının yanına. Ki o mürəbbi bədənsazı mürəbbi do meydanı idi. Ki həmin bu Ayət Cavad Əbdullahzadənin də mürəbbisi idi. Bu mənim mürəbbim oldu. Mən mütəəssifانه çünki bir nəfər məndən ötür. Məsələn mən ki gedərdim bədənsazı
sazı bu mənə bədən sazı desin. O məsələn bir nəfərdən ötürü vaxt qoymurdu. Mən ondan mütəvəssис olmurdum. Düşərdim bir gün bunu salonda küçüdən axtarıb tapardım. Bir gün jimnastik salonundan tapardım biləsən. Şey Botovada çay içi. Bir gün küçlü salonundan. Bir gün Doğru meydan tapardım. Ged olsun sorun denə mən də gəlim. Mən bunu çox əziyyət eləyirdim. Ondan mütəvəssis oldum. Vəli semec idim. Üzdən getmirdim. Mən vərziş eləyirdim. Mən gəlmişəm orada vərziş eləyirəm. Bu şərait oldu ki, mən bundan bədən sazı işlədim. Bir gün bu heç yadımdan çıxmaz. Bu bəyan ki, məni çox əziyyət eləyirdi ki, mən üzdən gedim. Bu gün məni göydən bir meylə var da pünc idilər. Püş olar ha. Bir çıxmışdı saxtamandan eşiyə. Bu məni qalxızı gətdim yetim idi. Salladı oydan qaldı. Deyim mən gəlməyincən düşməyə. Mən orada salladım. O salon çox kiçik bir salon idi ki, çox imkanatı əşya o qəhrəmanlar gəlirdi, orada bədən sazı işlərdilər. O adamlar ki, tamam riştəhay mütəfavitdə, Doğu meydanı, basketbol, ya məsələn, gəlirdi orada bədən sazı işlərdilər ki, bədəndən amadə olsun. Bunlar gəldi məndən niyə düşmüsən? Deyim mürəbbim deyib ki, düşmə yerə. Zaman yadımdan çıxıb çox bişəzəndaz izafə qaldı. Bunda ağanın yadından çıxmışdı, ya gedib başı qatışmışdı. Bu ki gedib bir müddət dolandı, gəldi mənə deyib, niyə düşməmsən? Ya deyim, axı sən özün deyin düşmə yerə. Bu gəldi mənə ki, götdü əlindən qoyra yerə, əllərim yapışmışdı pincə. Əslən əllərim oradan qopuydu, əllərimdə xəss olmuşdu. Möhkəm ki tutmuşdum, göydən sallanmışdım da. Bu mənə götdü də əllərimin vəzi xarabdı, qıpqırmızı qızarıbdı, xəttəy düşüb, qollarım bətər şişdi mənim. Mən 5-6 ay mərzlədim qollarım ki, da gəlib gedəmədim. Bu mənə gördü ki, vəz xarabdır, deyə giyincə devizə də büyün görək. Getdim də 3-4 ay gedəmədim ora, 5-6 ay gedəmədim. Sonra ki züyləndim, üzdən getmirdim. Mən gələ edəydim, həttimi vəziş eləyəydim. Həmzaman da dərs oxusunuz. Bəli, dərs oxuyam. Həmzaman dərs oxuyam. Axşamlar vəzişə, heyfə axşamlar oldu. Axşamlar mədrəsədən ki çıxardım, gedəydim təmrinat. Sonra bir müddət ki getdim bura, bu Sarayda ki vardı, o da bizimlə həm məhəllə idi, Duradı da nisbətimiz vardı. Bir gün ki mən getmişdim ora, tipki məmul o mürəbbi doyda dəydi. Elə basketbol mürəbbisi, basketbol timi ilə vilçeylərini qoradılar ora. Salonu deli yaşbədə təmrin elədilər, vilçey və yaxşən salonu məhlulunda idi. Buna deyir ki, bax ki, bu sənə basketbola iş verər, deyini iş verməz, sində çiçi, cavan. Deyə apay bu basketbol oynasında. Mən də keyf elədim. Bir daha vilçey verdi, deyir ki, salonu deli yaşbəri. Əvvəlin ruzi ki, basketbol və vilçey ilə aşina oldum. O əndazə pişrəft elədim ki, uzv tim əsli oldum. Bətər ziddəmnə vuraydım, sürəti vərzişkar idim. Görürsünüz, sürəti də danışıram. Elə mən sürətiyəm, qudrətli deyərəm. Bir müddət neçə daha şəhərə müsabaqata getdik. 14 yaşınız var həmçinin. Demək olar 15 yaşım vardı da. Bu holu xoşda, bəli də, validəm fot elədi mənim. Validəm bu zindəgi vərdişimdə və zindəcanlığımda validəm fot elədi. Bizim bir dənə böyük mən müşkülə bərxud elədim. Bir qədəş bir bacı, hamildə girişdilər, qədəşimi də izdivac elədi, bacım da. Tabətün də evdə nənəki olmadı. Acam da bədi bir il getdi izdivac elədi və mütəəssifانه bunu ayrı saxladı xanımı bizdən. Mən tək qaldım. Bu da mənim müşkülatım, oğucu müşkülatım burada oldu. Ana gedibdi, bacı qardaşı gedibdi, bir dənə tək 16 yaşında, 17 yaşında adam tək qaldım. O vərzişin dastanı necə oldu? Vərzişin dastanı həmçinin idamə verirəm. Vərzişimi girirəm, dərsimi oxuyuram, xəzinələrimi də alacam. Mütəqəbbil olub elə o verir. Bəli çox məsələn da alacam başı qaçıb da zindəcanlığa da qafil olub ki, bir daha da taza zindəcanlıqdır, şirin duel, bir daha da bir oğlan vardı da. Vəli xob, hər hal mən adət eləmişəm ki, qəviyəm. Mən cəhbaş saxlayım. Məsələn, hətta bir adamdan çıxmaz ki, paltarlarımı özüm yuvardım. Mən paltara başaymazdım yuvam. Sonra əmməm rəhmətlik gəldi ki, paltaya süytərlər. Bizim libas yumuzamız yoxdur, şahsı bu şahidi. Paltara süytərdim əlimin burasına. Bura əlimi əndazə sütmüşdüm ki, yarı eləmişdim. Bir gün durmuşduq salonun qabağında ki, vaxtı təmrinə qalırdı, tez getmişdik, hamımı yaşadı. Həmən bu famil ki, bizim dəbiri heyəti vəzi şahizən bazandı. Bu birdən hamımın içində deyir ki, utanmırsan siqaret çəksən? Mən əvvəlindən tənəffürüm vardı bəzi məsələlərdən. Deyim, mən siqaret çəkmərəm. Deyir, siqaret çəkmirsən, külün də batırmısan əlivə. Mən birdən baxdım, əlimi tez olaraq gizlətdim. Əslən dinmədim, xəcalətlik çəkdim. Mən onda mütəvəccih olmadım ki, mən buzu bildim ki, paltar yumaq pislər az siqaret çəkməkdir. Gülərlər ya mən paltar özüm yuyuram, biz Şahsab xanlı valdıyıq, nənəm ölübdü. Və əlimi gizlətdim, başımı saldım aşağı, çox xəcalətlik çəkdim. Hətta bu əndazə mənim ürəyimdə idi ki, bədi 25 ildən sonra mən bir gün ona deyim ki, sən yadva gəl o gün mənə o sözü dedin. Mən o gün siqaret çəkməmişəm, mən paltar yuymuşdum. Həmçinin vərziş eləyirsiniz, hər gün hər gün həm mədrəsəyə gedirsiniz, həm evdən başqaha.
Mütəəssifانə Azam ki, bir müddət başı qatışdı, mənim də dayanmadım yox idi. Düzdür, Azam çox möhrəban və çox da yaxşı idi. Hələ xop da baş qatışırdı. İndi özüm görürəm ki, qahəm olur ki, məsələn mən qardaşımdan qafiləm, bacımdan qafiləm, zindəcanlıq elə başımı qatıb. Məcbur olaydım, evimiz müfəttihdə olaydım. Başım ola mən piyada gedəm. 1 saat tez çıxaydım ki, mənim ayağımdan gəlib 1 saat tez çıxam ki, yetişəm ora. 1 saat təmrindən tez çıxaydım. Piyada gedərdim yarı və qışı. Gedərdim, təmrinlərimə gedərdim. Bilən məsələn qahan el olurdu ki, məsələn o zaman nəft ilə buxar yanardı. Məsələn mən vəzişdən getmişəm, gecə görmüşəm, eyvah, çörək almamışam, qəza qoymamışam. Xalam gələrdi qahan görsən bir qablama düyüb pişirdi. Bir həftə qoyardı yaxçılar, bala deyərdi ki, qızdı gündə bunu. Bir eyvah qəzada qutulub xalanın da yadından çıxıb 10 gündür, heç zat yoxdur. Bir gün heç yadımdan çıxmaz, qış idi, İstəxidən çıxmışdım. İndi deyəcəm şərait İstəximədə getməyə. Yetdim evə gördüm, ev şaxtadır, bizim 2 mərtəbə idi. Üstə qalardım, aşağımız dəbi dağın idi biraz. Pəncərələr çubi, ev çubi şaxta idi. Mən fərşi bücələdim, üstümə yatdım. Heç yadımdan üşüyürdüm. Lülələdim, fərşidə yatdım, lülələndim ki, gördüm o üşüyürəm də buxarı yoxdur, bətər hava soyuqdur. Sözlərdə dediniz ki, İstəxdən çıxmışdım. Yəni vərzişin şaxəsini əvəzləmişdiniz. Basketbol vilçeydən yox, elə həmçinin basketbol vilçeymiş oynuyordum. Həm zaman ki basketbol vilçeyin vaxtı qutulaydı, mən başımdan çıxardım gələm evimizə. Həm zaman İstəxridə, İstəxri Bisno Bəhməndə, ki o zaman İstəxri Banlıvan deyirlər, tənha İstəxri sərpuşidi, Təbriz Elor idi. Yox idi İstəxri. O zaman Şina başlardı. Bir dənə ayə Mehdəs Xərivay həmçinin dostluq sonra mürəbbim oldu. Çox qəhrəmanlı parlamış neçə dövrə və pərtavi vəznə də Şina ilə aparmayıblar. Bu bence məluliyyət cüzvüsü vardı və salimlərlə üzərdi. Vaqən özün o mənim çox ülgüm idi. Ki bəs eləyə bilər bir daha məlul salimlərlə həmçinin iqabət eləyə. Bu o əldən gəldi. Çox da qəvi heykəl bir ağı idi. Çox cüssədən yekə idi. Bu xiyaban o əlindən göndə başımdan bu əldə gələrdi mənə ki, sən nə yaşayırsan? Deyirdi bu da mən basketbol oyunu. Niyə gəlmirsən İstəxə? Tu gəl İstəxədə qəşəng üzəsən, sən cavansan, bədənim də keşiydə idi. Sən iş verəsən Şiniyə. Bu əndazə deyir ki, mən təşviq oldum İstəxə gedim. Həmin o ağac dəbiri heyəti vəziş Azam Bazam və mə'lulun idi və məni də apardılar əvvəlcə o yana. Mən ona israr elədim ki, xahişən mən apay İstəxə də. Deyir nə insan İstəxə basketbol oynusan da. Deyim yox, çox əlaqəm var İstəxə görürəm. Mütəvəssət edirdim ki, İstəxə hər adam gedənməz. O zaman bir dənə İstəxədə Təbrizin ya pullarla adamı, müvəffəq adamlar gəldilər ora, sərşinas adamlar. Xop mən bu əndazə semizlik elədim ki, mən axırda deyək osunca İstəxə. Dəkinar ki, basketbol oynuram ha. Elə basketboldan çıxardım, gedərdim İstəxə. Hətta o əndazə vaxtlar bir-birinə yaxın idi ki, əksərən libası vərdişi ilə basketbolu qoraydım, tez geyinməzdim. Oradan geyərdim İstəxə Bisno Bəhmənə. Bütün həftədə 3 gün təmrin idi, heç yadımdan çıxmaz. Gələrdim evdə qədim müxəttələr qadından olmazdı, qırxımdan olardı. Müxəttələr qoyardım otağın vəsətinə. Bəli. Bir yol ayədəkə mən 1000 dana kirasinə ələ vurardım. 1000 dana təmrin elərdim. 1000 dana vurardım. Ya bir daha yarda qablama qoyardım. Bizim evimiz qədimi idi, həyat idi. Qablamaya su şlanqı qoyardım. Nəfəs də bir daha əlimə təsbih götürərdim, eşikdə nəfəs alardım, püflərdim qablamaya. Mən bu cür təmrin eləmişəm. Qışda da qoyardım hamama. Ki ora üşüyərdim həyətdə. Bu cür nəfəs təmrin elərdim, kirasinə təmrin elərdim. Xub nə qədər çəxdi ki, hərfəyi şəkildə timə varid olasınız və ehyanən məqam gətirdiniz? Amuzişim ki qutuldu. Məsələn, getdim evdə də təmrin elədim. Elə əvvəl il ki 72-da müsabiqatı qəhrəman keşvər düşdü. Mürəbbim mənə də götürüb apardı. Biz 14 nəfər getdik müsabiqatı qəhrəmanı keşvərə. Əvvəl qəhrəman keşvərdə mən 12 daha təla getdim. O zaman biz idi ki, şinagələr 14 daha şiniyə düşərdilər. Bir daha məsələn çayətdən tut ta 50-can. Tamam işlərdə 4 dənə məsələn kirasini üzərdə, 4 dənə məsələn kiral poçt üzərdə 50 sət, divit çayət. O zaman mən əvvəli müsabiqəçi getdim. 14 dənədən 12 dənə təla getdim, 2 dənə qurbağam əvvəldən zəifdir. Mən kirasini söyərdim. Olayda noğra getdim. Noğra, yəni bedon midal getmədim. Bahs oldu ki, Azərbaycan şərqi İranda dovum oldu. Bu cür oldu ki, mən uzvu timi milli oldum, dəvət bir timi milli oldum. Ay Tofiqi, illər soğuşubdu və indi doğran dolanıbdı. Siz böyüyübsüz, bir doğreyi ataz sizi çiynində, qucağında dolandırıb döhtürlərə və indi sizin ataz məriz olubdu və siz məcbursuz ki, aparasız döhtürə. Alcan bir gün mən məriz oldu. Bu mən apardım, döhtü aşina vardı əmiyə qız ağzında. Allah rəhmət eləsin, o da fot eləyibdi. Koliyəsindən son tutmuşu, koliyə sonsu bətər olur. Çıxdıq ki, davalıqlarına getdik, davalan Allah.
Mən davalara getdim, azan da maşında deyirdi ki, tez ol, əzab öldü biləm. Yadımdan çıxıb dəqiqən pulun neçə qulluq oldu. Mənim 400 tümən, 1000 tüməndən aşağı 400 tümən pulum kəm gəldi. Davaxanaya deyim ki, icazə versən mən davala aparam, gələm bu 400 tümənə verəm. Bu ki, bu sözü eşitdi davalar yap çəkdişənə. Deyə yox, 400 tümənə gətir davalar verim. Deyim, xop mən biraz pul vermişdim də, laqal əzab davalarım ver. Bu bizə qeyd edirəm, alacağım çox əzab çəkir. Deyə olmaz, 400 tümənə gətirməyəcəm, davalar vermərəm biləvə. Çox pis xatirədir bu həmişə zehnimdə. Mən gəldim ağzına deyim ki, Allah qoydu ha zehnimə çox məsələn o zat dədim. Deyim ağzına davaxanası deyir ki, davalar cüyləməli davadır. Apar acabı qoy ki, davaları cüyləyim apar. Ağzına deyir tez mənə qoy, get davalar apar alda ölürəm azabdan. Acağı getdim qoydum evə. Çıxdım işə deyim Allah mən nə söyləyim bu 400 tümən çox böyük puldur, məndə pul yoxdur ki. Bizim Tüsəmizin ağzında Allah rəhmət eləsin bir dənə şəhid ağa vardı, oğlu şəhid idi. Bu Amil Tuşanlar var idi. Hacı Məmməd idi, Allah rəhmət eləsin. Oğlu da Amil Tuşanı həmin Tuşanlar idi ki, Qopenə və Sali verərdilər. Bəli. Mən üzümə üz bağladım. Əvvəlin nəfərdir, əvvəlin zindəcanımda, ömrümdə bir nəfərdən istəyən borc alım. Çox məsələn əslən bu zətlərə həssasam. Gedim içəri gördüm bu oğlan pul sarır. Utana deyim ki, mənə Davud 400 tümən pulum var verəm, sən gedəm acamın davalarını alam. Deyiblər Kopen puludur, bunlara verəmmərəm. Dünya dolandı başıma, çıxdım işə. Sonra da haqq verirəm də xop Kopen pulları idi. Bir daha üzüyüm vardı, deyərdim bəlkə bu mənə şans gətirir. Üzüyü baxdım, bütün oturadıq o zaman bilirdim ki, bu üzüyü Çərnixana ağzında bir nəfər cüyləyibdi. Marka vardı üstündə. Yaxşı cibimdə bir 5-6 dana vahid bileti vardı. Mindim ağzın qəfəsində 125 vahiddə. Getdim Vangemellidə düşdüm, getdim Çərnixanada bu üzüyü tapdım. Bəra əvvəlində dəfə Tuşanı gördüm. Adres işi vermişlər, gördüm oradı, getdim tapdım. Deyim bu üzüyü məndən bey götürəsiz, mənə 400 tümən verəsiz, 400 tümən lazımımdır. Bu vaxt üzüyə deyir bu üzüyü öz üzüyümüzdür, marka bizimdir. Deyim bilirəm, ona görə getmişəm sizə. Deyim mən bunu səndən 1500 tümənə alıram. Deyim yox, bunu mən satmıram, bu mənə şans gətirir. Mən müsabiqə vərzişə qayıram. Bu olanda baymamda həmişə əvvəl çıxarım. Deyib sonunda bu gördü mənim sədaqətimi də ki, məsələn vaqən boğuzu tutmuşdu biləm acam əzab çəkirdi. Bu deyirsən 400 tümən verəm bilə və əvvəl 3 fürsət verəm. Getməsən üzüyü ver edəcəm. Deyim olsun elə bir gün ver mən apam acamı davalarını alım. Mindim vahidə qaçdım əmiyə qız ağzında davalar aldım, getdim verdim acana. Xub ay Tofiqi siz illər vərziş elədiniz, 17-18 yaşacan hərfəyi vərziş edirdiniz, bədənsazi, basketbol. Yox, bədənsazi amatör idi da. Bəli, به هر حال ورزش o müqəddəmənə vardı oldunuz və sonra da şina. Vəli xub indi siz əsli işiniz və şoğlunuz arayışlarıdır. Nə cürəsi vərzişdən shift elədiniz və rədd oldunuz, gəldiniz arayışlarıya? Bir gün ki, mənim əmməm zəhvirdi nənəliyimə ki, bu Əliza pulsuz qalır filan Behman. O deyir ki, belə bir gün haşıma olmuyor, Əliza neynər? Bu mənə fikir saldı ki, dəşinay dəst və vərziş, hətta gəpdən mən bəy dəramədim oladı, xub mən böyürüyəm, özünə müqəyyətəm, mən alacamdan pul istəməzdim. Əmməm mən deyərdim ki, əmməm istərdi. Çox müqəyyət idim əslən, çox pis idi mən alacamdan pul istəyəm. Bir yol, araşlar, yəni bir daha ki, Tüsəmizdə bir məndən həmsinli sal, məndən 1 yaş, 2 yaş böyüydü. Araşlar vardı, mən gedərdim, onunla baş vurduraydım. Bu xüsusiyyət əxlaqı da fikir verdi. Gördüm, mən müqəyyət bir adamam, məsələn, sərbezi, sakit bir adamam. Bu araşlar da mənə pişnat verdi ki, axşamlar mənə köməklik elədi. Deyim, mən dərs oxuyuram və vərziş edirəm. Deyirsən, axşamlar başımçılıq olur. Bu oldu ki, mən gəldim, araşlarını bir sürət heyfəyə idamə verdim. Və indi neçə ildir ki, araşlar edirsiniz? İndi mən sal 76-da özümə tuşan açmışam, bəli sal 70-dən ta 76-ya şahçılıq eləmişəm. Və də ondan o ailə vərziş eləməli. Gəldim möhkəm işimdə oldum. Bəyan ki, mən bu nəqsi kasıbçılığımı bərtərəf edirəm, gəh möhkəm işləyəm, mudam işləyəm. Bu bahs oldu ki, mən biraz vərzişdən fasiləşdim. Və üçün şinada məsələn görürəm ki, müsabiqətə bir ay qalan mənə zəh vurardılar ki, bir ay qalıyam, müsabiqəmiz var idi. Mən heç vaxt fürsət eləməzdim timinlə gedəm üzə. Gələrdim təminatımı salardım ya sübh 7-də, 7-də yuxudan durardım, 8-də təmrinim başlayırdı. Saat 10 yanımda tuşağıma çaydım. Ya da salardım bir müddətdə nahar çamlara saldım, 2-də tuşağımı bağlardım. Dəqiqən 2 yarımda zamanım vardı. Mənimki zamanımlandı. 2 yarımda istək tiyatro sazıya düşərdim. Məgər həmzaman timdə oynurdunuz ki, bu təmrinləri idamə verirdiniz? Mən timlə təmrin eləməzdim. Yox, timlə müsabiqətə gedirdim. Müsabiqətə gedirdim, bəli xarizəs tim təmrin eləyirdim. Hansı iləcən müsabiqətə gedirdiniz? Tabii dəqiqən demək olar, mən sal 96-can, 97-can təmrinata müsabiqətimə gedirdim və rekord vurmuşam. Yazıda rekord vurmuşam, qumda rekord vurmuşam. Nə yaxşı. Çox sağ olun, məmnunam Bülezdən. İnşallah ki, həmişə sağ, səlamət, ayaq üstü olasınız. Siz
hamımıza, bizlərə ki, در zahir və fizikimizdə müşkül və nəqs yoxdur. Dərsisiz və biz sizlərdən öyrəşirik. Buna xatir sizdən qədrdanıq. Dostlarımıza, Tofiqi, əziz qonaqlarımıza bir hədiyyə amadə ediblər ki, bütün qonaqlarımıza təqdim edirik. Bu İlmah bərnaməsinin nişanəsidir. Bizə çox əzizdir. İnşallah siz də söyəsiniz. Səlamət olasınız. Lütfüz var. Yaşayasınız. Uzaq varsınız.